Salam değerli izleyiciler, xoş gördük hər birinizi. Bu günləri sizinlə natural ədədlər mövzusunda 3-cü hissə, yəni sonuncu hissəyə baxacağıq və burada da bir neçə qaydalar və izahlar var ki, onları sizə mən təqdim edəcəm. Biz sizinlə bildiyiniz kimi ikinci video var idi ki, keçən videodur, yəni ona qayıdıb kanala baxa bilərsiniz. Orada ən son əkob və əbubu izah etdik və bu mövzunu bitirdik. İndi isə biz keçirik qalan digər hissəyə. Mən burada sizə ilk olaraq izah etmək istəyirəm. Natural bölən anlayışını. Natural bölən nə deməkdir? Biz bilirik ki, sadə vuruqlarını ayırmaq, sadə bölən bunları bildik. Natural bölən nədir? Yaxşı. Bir ədəd verib bizə. Bu ədədin məsəl üçün bir dənə bura ədəd yazıram özüm. 60 ədədinin bizə deyir ki, natural böləni neçədir? Natural böləni tapın. Bizdən bunu istəyir. Biz ilk öncə natural bölən anlayışı eşitdiyimiz anda və yaxud gördüyümüz anda bilməliyik ki, həmin ədədi sadə vuruqlarına ayırmalıyıq. İlk qayda budur. Sadə vuruqlar necə ayrılırdıq? 60 ən kiçik neçəyə bölünür? 2-yə. Neçə dəfə? 30 dəfə. 30 ən kiçik neçəyə bölünür? 2-yə. Neçə dəfə? 15 dəfə. 15 ən kiçik neçəyə bölünür? 3-ə. Neçə dəfə? 5 dəfə. 5 neçəyə bölünür? Elə təkcə 5-ə, o da 1 dəfə. Bəli, biz sadə vuruqlarını ayırdıq. Gördük ki, 2, 2, 3, 5. 60-ın sadə vuruqları bundan ibarət. Yəni burada daha aydın yazıram. 60 bərabərdir. 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 5. 5'i yazaq. Yəni bu nə deməkdir? 2'nin kvadratı vurulsun 3 vurulsun 5 deməkdir. Düzdürmü? Bəli. Sadə vuruqlarına ayırdıq. Bəs yaxşı, natural bölən anlayışını mən buradan necə tapacağam? Deməli, mənə lazım olan odur ki, burada tapdığım sadə vuruqların üzərindəki, yəni 2'nin kvadratı 3 üstü 3 nədir? 3 üstü 1 demək deyilmi? Bəli. 5 nədir? 5 üstü 1 deməkdir. Yəni 5'i bir dəfə vuruq özünə və salam. Nə olur? 5. 5'i 1'ə vuranda 5. İndi isə bu üstlərdəki ədədlər mənə lazımdır. Üstdə olanlar mənə lazımdır. Necə lazımdır? Deməli, qayda budur ki, üstlərdə olan ədədlərin üzərinə 1 gəlib, bir-birinə vururuq. İndi bura yazdığım ifadəni sizə mən izah edəcəm ki, hardan yazdım. Baxın, bura yazmışam 2 üzərinə gəlsin 1. Bu 2 hardan gəldi? 2'nin kvadratı var mı burada 2? Bəli. Üzərinə 1 gəldi, mötərizəni bağladım. Vurulsun. 1 üzərinə 1'i mən necə əldə eləmişəm? 3'ün üstündə nə var? 1. Onu yazıram bura. 1 üzərinə gəlsin 1. 5'in üzərində nə var? 1. 1 üzərinə gəlsin 1. Aydındır mı? Yəni biz ədədi sadə vuruqlarına ayırırıq və sadə vuruqlarına ayırdığımız zaman sadə vuruqların üzərində, yəni kvadrat, 1, 3 və ya hər hansı bir ədəd ola bilər. Mənim bunların üstləri ilə işim var. Onları götürüb üzərinə 1 gəlib bir-birinə vururam. Bu zaman burada nə edir? 3 vurulsun 2 vurulsun 2. O da bizə nə verir? 12. Deməli mənə sual versələr ki, 60'ın natural böləni neçədir? Mən 12 tapmış olaram. Aydındır mı? Yəni burada siz başqa misal nümunələrinə də baxa bilərsiniz. Eyni qaydada həll edib tapa bilərsiniz. İstərsiniz mən sizin üçün kiçicik bir dənə nümunə yazım. Məsəl üçün 30'un natural böləni neçədir deyə sual versə, 30 2-yə 15 dəfə, 15 3-ə 5 dəfə, 5 5-ə 1 dəfə. Deməli natural bölənlər nə oldu? 2 vurulsun 3 vurulsun 5, düzdürmü? Aha, bunların üzərində bilirəm ki, mən 1 var. Yəni kvadrat falan deyil, 1 var. Mənim işim bu birlərləndir. Natural bölən dedikdə birlərləndir mənim işim. Yəni yuxarı inandır. O zaman yazarım 1 üzərinə gəlsin 1 vurulsun. 1 üzərinə gəlsin 1 vurulsun. 1 üzərinə gəlsin 1. Bu da mənə nə edir? 2 vur 2. 2 vur 2. Bu da mənə 8 ifadəsini vermiş olur. Yəni 30'un natural böləni nədir? 8 olacaqdır. İndi isə buradan bir neçə tamamilə mən buranı silirəm artıq sizlər üçün daha rahat izah verə bilim deyə. Gəlirəm burada mən lazım olan ardıcıl cüt ədədlər. Nə demək? Ardıcıl cüt ədədlər. Biz bilirik ki, ardıcıl cüt ədədlər nədir? Məsəl üçün istənilən bir yerdən başlayıram, 4-dən başlayıram. 4-dən sonra nə gəlir? 6, 8, 10, 12 və belə davam edir. Bu nədir? Ardıcıl cüt ədədlərdir. Düzdürmü? Axı mənə indi tamamilə böyük bir ədəd verər, nöqtə qoyar, nə bilim verər 10.048 falan. Yəni böyük bir ədədlər də verə bilər. Mən bunu hansı düsturla tapa bilərəm? Ardıcıl cüt ədədlərin baxın düsturu budur. 2n üzərinə gəlsin 2, 2n üzərinə gəlsin 4 və belə artır. Yəni 2 vahid artır. Amma başlanğıc 2n-dən başlayır. Məsəl üçün n-ə istənilən bir qiymət verim. 10. Neçə olacaq burada? 20. Yaxşı, 2-yə mən neçə vermişəm? 10. 2 vurulsun 10 üzərinə 2. Neynədir bu ifadə?
22. Yaxşı, ardıcıl artırmı? Baxın 20, 22. Digəri də həmçinin artacaq olacaq 24. Düzdürmü? Deməli mənim bu düsturum, yəni dediyim bu qayda, daha doğrusu 2n, 2n plus 2, 2n üzərinə gəlsin 4 qaydası ardıcıl cüt ədədlərimi ödəyir. Yəni n-in istənilən qiymətində ardıcıl cüt ədədlər bu üsulla təyin olunur. Bəs yaxşı, ardıcıl tək ədədlər. Məsələn, baxın yazıram bura. 1, 3, 5, 7. Yəni ardıcıl tək ədədlər necə təyin olunur? Bu hansı ifadə ilə təyin olunur? İlk olaraq başlanğıcda 2n çıx 1. Növbətisində 2n üzərinə gəlsin 1, 2n üzərinə gəlinsin 3 və belə-belə 2-2 artıraq davam edir. Yəni başlanğıc olaraq 2n çıxılsın 1, sonra 2n üzərinə 1, 2n üzərinə gəlsin 3. N-in istənilən qiymətini, n-ə hər hansı istədiyiniz bir ədədi versəniz, bu ifadələr ardıcıl olaraq tək ədədlər olacaqlar. Yəni ardıcıl tək ədədləri bu ifadə ilə təyin etmiş olduq. Yaxşı, ardıcıl natural ədədlərin cəmi nə deməkdir? Ardıcıl bilirsiniz, natural ədədlər birdən başlayaraq 1, 2, 3, 4, 5 artır və sonsuzluğa doğru davam edir. Və ən son məsələn n, n-inci ədəddir də belə deyəyim. N-i bilmirəm axı mən neçədə olacaq, neçəyə qədər bunu ifadədə verə bilər. Bunun düsturu nədən ibarətdir? Baxın. Bax, bunu düstur kimi qeyd edin, özünüzdə yazın ki, çünki testlərdə sizin qarşınıza çox çıxacaq. N vurulsun, n üzərinə gəlsin 1, bölünsün 2. Burada n-in yerinə istənilən ədəd versəniz, bunlar ardıcıl natural ədədlərin cəmi şəklində olacaqdır. İndi mən sizə ardıcıl natural ədədlərin cəmini dedim. İndi isə deyirəm sizə ardıcıl tək ədədlərin cəmi hansı ifadə ilə təyin olunur. Yəni ardıcıl tək ədədlər nədir? 1 üzərinə gəlsin 2, üzərinə gəlsin 3, üzərinə gəlsin 4, davam edir n-inci ədədə qədər. Bu ifadəni deyir ki, mən sizin ardıcıl tək ədədlərin cəmini tapın. Yəni, bu istəyirsə, bu hansı düsturla təyin olunur? N kvadratı düsturu ilə təyin olunur. Üzr istəyirəm. Tək ədədlərin cəmi dedikdə, bəli, n kvadratı düsturu ilə təyin olunur. Yəni, ən son ədədimiz 2n çıxılsın 1 olacaq da, bilirsiniz də. 2n çıxılsın 1, yəni ki, bir öncəki ədədimizi verəcək. Məsələn, 1 verib, 2 verib, 3 verib, davam edirmi? Və burada bir ədəd versə, ən sonuncu ədəd nə deməkdir? Ondan bir öncəki ədəddən bir vahid çoxdur. 2n çıxılsın 1 düsturu bizim üçün onu ödəyir. Və nəhayətində n kvadrat düsturu ilə təyin olunur. Ardıcıl cüt ədədlərin cəmi dedikdə, yəni 2 üzərinə gəlsin 4, üzərinə gəlsin 6, 8 və n-inci ədəd, yəni 2n. Biz axı bilirdik, bayaq sizə dedik, ardıcıl cüt ədədlər necə təyin olur? 2n, ardıcıl 2n plus 2, 2n üzərinə gəlsin 4. Yəni o zaman bizə verib ki, ən sonuncusu 2n-dir. Deyir ki, bu ardıcıl cüt ədədlərin cəmini tapın. Bu hansı düsturla təyin olunur? N vurulsun, n üzərinə gəlsin 1 düsturu ilə birbaşa olaraq təyin edə bilərsiniz. İndi isə gəlin bir dənə də sizə izah verim. Kvadratların cəmi hansı düsturla təyin olunur? Bu çox hallarda lazım olmur, amma yenə də yəni hər hansı bir sual qarşınıza çıxdıqda avtomatik olaraq biləcəksiniz ki, bu necə təyin olunur. Kvadratların cəmi, məsəl üçün 3 kvadrat üstə gəlsin 4 kvadrat üstə gəlsin n-inci ədədin kvadratı. Bu hansı düsturla təyin olunur? Bu, əziz şagirdlər, bu üsulla təyin olunur ki, n vurulsun, n üzərinə 1, 2n, 2 biraz yaxşı düşmədi, 2n üzərinə gəlsin 1, kəsr xətti çəkib, məxrəcdə 6 yazırsınız. Baxın, bu üsulla siz kvadratların cəmini də tapmış olacaqsınız. İndi isə sizə nəyi demək istəyirəm? Onluq say sisteminin yazılışı, oxunuşu və digərlərindən biraz kiçicik izahlar vermək istəyirəm. Deməli, əziz şagirdlər, baxın, əgər siz belə bir ifadə gördünüzsə, hər hansısa bir misalda falan, üzərindən xətt çəkilibsə, bu o deməkdir. Yəni, A, B, C, D, Y üzərindən də bir xətt gördünüz. Bu o deməkdir ki, bu bütövlükdə bir ədəddir. Məsəl üçün, bura yazıram, 433 ədədi var. Düzdürmü? Bu necə oxunur? 3 rəqəmli bir ədəddir. 433. Əgər sizə belə bir ifadə də versə ki, A, B, C üstündən xətt, bu da deməli 3 rəqəmli bir ədəddir. Aydındırmı? Yəni, siz bunu A vur, B vur, Z kimi götürə bilmərsiniz. Siz buna bütövlükdə bir ədəd kimi baxırsınız. Aydındırmı? Bəs yaxşı, bu ədədə mən baxıram. Bu ədədi mən necə ayıra bilərəm? Onluq say tərkibinə necə bölə bilərəm? Məsəl üçün, deyəsiniz ki, müəllim, bir dənə ədəd verilib bizə A, B, C, D.
Mən bunu necə ayıra bilərəm? İndi sizə bir nümunə olaraq misal üçün yazıram bir rəqəm 4124. Bax belə bir ədəd. Bu ədədi mən necə onluq, təklik, yüzlük, minliyə necə bölə bilərəm? Baxın, bu ilk hissədə olan ədəd təklik olur. Təklik sinifi. Sonrası gəlir onluq, minlik, 10 minlik, 100 minlik və davam edir. Aydındırmı? Mən deyirəm sizə 4124-də neçə dənə minlik var? Deyə bilərsiniz ki, müəllim, 4 dənə minlik var da. 4000 deyirəm axı, düzdürmü? Oxunuşa baxın, 4000 və sonra ardı gəlir də. 4000. Yəni 4 dənə minliyi var. Mən bu ifadəni o zaman açsam, belə yaza bilərəm ki, 1000 vurulsun A üzərinə gəlsin. Neçə dənə yüzlüyüm var? Baxın, bu 4124-də necə demək? 4124. Bir dənə mənim yüzlüyüm var burada. 124. Bir dənə yüzlüyüm var. O zaman mən B-ni də yaza bilərəmmi bura? 100 vurulsun B. Düzdürmü? 24. Onluq sinifində neçə deyirəm? 24. Deməli 2 dənə onluğum var mənim burada. Bu ifadədə. Və mən burada C-ni necə ifadə edə bilərəm? 10 vurulsun C. Üzərinə gəlsin. Burada yer qalmadı. Təkcə D. Aydındırmı? Yəni bir ifadəni sizə hər hansısa bir hərflərlə göstərsək ABCD-nin asılışını yazın. Yəni təklik, onluq, minlik sinifinə bölün yazın. Siz görəcəksiniz təklikdə olan D tək qalır. C onluq sinifi olduğu üçün 10-a vururuq. B yüzlük sinifi olduğu üçün 100-ə vururuq. A minlik sinifi olduğu üçün 1000-ə vururuq. Belə bir ədəd də verə bilərdi bizə. Məsəl üçün A, V, C. Və deyə bilərdik ki, bunu təklik onluqlara bölüb yazın. Bunu bu zaman necə yazacaqdıq? A hansı sinifə aiddir? Yüzlüyə. O zaman 100 vurulsun A. Üzərinə gəlsin 10 vurulsun B, üzərinə gəlsin C. Bu şəkildə yaza bilərəmmi? Əlbəttə bilərəm. Çünki mənim bilirəm ki, burada A yüzlük sinifinə aid olduğu üçün 100-ə vururam. B onluq sinifinə aid olduğu üçün 10-a vururam. C-dəki təklik sinifi olduğu üçün özü elə burada tək qalmış olacaqdır. Aydındırmı? Ümidvaram ki, bu hissədə də hər hansısa bir sıxıntınız yoxdur. Bu hissələrdə sizə aydın oldu. Əgər əlavə hər hansısa bir suallarınız yaranarsa, rəy bölməsinə yazın və ətraflı şəkildə cavablandıraq. Natural ədədlər bəhsini biz burada sizinlə sonlandırırıq. İnşallah ki, növbəti mövzuların davamlı şəkildə kanalımıza yüklənəcək və sizin bunlardan xəbərdar olmağınız üçün kanala abunə olub bildirişlər bölməsini açıq tutmağınızı istəyirəm. Yəni, bunu etsəniz, hər zaman yüklənən videolardan məlumatlı olacaqsınız. Gələn görüşlərədək əziz şagirdlərim, görüşərik, sağ olun, hələlik.